Yaxın günlərdə Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan evində Mənim Azərbaycanım həftə sonu məktəbi layihəsinin təqdimatı keçirildi. Tədbir Azərbaycan himninin səslənməsi ilə açıq elan edildi. Azərbaycan evinin icraçı direktoru Lalin Həsənova layihə barəsində iştirakçılara məlumat verdi. 2023-2024-cü tədris ilini əhatə edəcək layihə çərçivəsində balacalarımız həm ana dilini, həm də Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti və adət-ənənələrini öyrənəcəklər. Əziz valideynlər, əziz qonaqlar, hamını salamlayıram. Xoş gəlmisiniz Azərbaycan evimizə. İlk növbədə gəlin tədbirimizi Azərbaycan himni ilə başlayaq. Azərbaycan, Azərbaycan. Uşaqlarda dilimizə, mədəniyyətimizə maraq yaratmaq üçün dərslər interaktiv şəkildə keçiriləcək, rəngarəng proqramlar təqdim ediləcək. Balacalarımız həmçinin şahmat, rəsm, incəsənət, rəqs və əmək təlimi dərslərinə də qatılacaqlar. Həm Arazam, həm də Kürəm, axıb Xəzərə tökürlər. Dilim ölsə, mən də öləm, mənim dilim ölən deyil, başqa dilə dönən deyil. Bugün sevindirici bir haldır ki, Azərbaycan evində Mənim Azərbaycanım adlı dərnəyimiz fəaliyyətə başlayır. Azərbaycan dili ilə yanaşı bizim dərnəyimizdə Azərbaycanın tarixi, zəngin ədəbiyyatı, adət-ənənələri ilə bağlı geniş dərslər keçiriləcəkdir. Bizim dilimiz bizim mənəvi varlığımızdır. Bizi başqa millətlərdən ayırandır bizim dilimiz. Bizi bir-birimizə bağlayandır bizim dilimiz. Bizim dilimiz yaşadıkça bizim tariximiz də yaşayacaq. Bizim dilimiz varsa da biz də varıq. Benim Azerbaycanım hafta sonu derneğinin açılış törenine davetliydim. Burada Azeri kardeşlerimizle tanıştık. Hem de diğer aktiviteleri yapmakta olduğumuz, özellikle benim özelimde satranç derslerinin detaylarını konuştuk. Ve bunda azıcık da olsa kendimin de katkımın olmasından gurur duyuyorum ve bana bu şansı verdikleri için de kendilerine çok teşekkür ederim. Doğrudan da uzaq Kanadada belə bir təşəbbüsün irəli sürülməsi, Azərbaycan dilinin uşaqlarımıza öyrədilməsi, Azərbaycan naminə görülən hər bir iş böyük alqışa layiq bir haldır. Bu biz böyüklər üçün də çox gözəl bir imkandır ki, öz milli adət-ənənəmizi davam etdirməyə, bir-birimizlə ünsiyyətdə olmağa, eyni zamanda dilimizin inkişafı üçün, adət-ənənəmizin davam etdirilməsi üçün bir-birimizə dəstək olmağa çox gözəl bir şans yaradır. Təqdimata toplaşan qonaqlar çay süfrəsi arxasında söhbətlərini davam etdirdilər. Layihə təqdimatında balacalarımız da unudulmadı. Birlikdə maraqla Azərbaycan cizgi filmlərini izlədilər. Torontoda belə layihələrin keçirilməsi çox qürur vericidir. Mən də bir valideyn olaraq uşaqlarımı çalışıram belə layihələrə gətirim. Çünki dərslər həqiqətən peşəkar müəllimlər tərəfindən keçirilir. İstər rəsm, istər şahmat, istər incəsənət dərsləri. Yəni çox məmnunam, çünki uşaqlarım burada sırf Azərbaycan dilində danışırlar, dostlar qazanırlar və mən də bir valideyn olaraq, bir Azərbaycanlı olaraq dostlar qazanıram və düşünürəm ki, hər bir Azərbaycanlı özünə borc bilməlidir, uşaqlarını belə layihələrə gətirməlidir. Qeyd edək ki, 3 hissədən ibarət olan proqramın Mənim Azərbaycanım adlı birinci hissəsini uzun illərdir müəllim kimi fəaliyyət göstərən Gülnar Nasir, Azərbaycan İncəsənətini Rəssamlıq Akademiyasının məzunu Aygün Əliyeva, milli rəqslərimizi peşəkar rəqqas Orxan İslamov, rəsm dərslərini Kanada Rəssamlar Assosiasiyasının üzvü Pərviz Əsədov, şahmat dərslərini isə peşəkar şahmat müəllimi Əkrəm Tamkan tədris edəcək.
Biz sizlərin hamınızı bizim məktəbə Azərbaycan dili, rəsm, rəqs dərslərimiz, astronomiya, şahmat dərsləri kimi dərslərə qoşulmanızı dəvət edirik. Bizim müəllimlərimiz çox peşəkar, istedadlı və işlərini biləndilər. Bizə etibar edin, uşaqlarınızla birlikdə bizim dərslərimizə qoşulun. Tədbir musiqiçilərimiz Əli Heydər Mirzəbəyov, Davud Ağabalayi və Səməd Purmusavinin ifaları ilə davam etdi.